Bəli, bu mənəm 2 günə yerləşərəm dediyim otaqdan 5-ci gündən sizi salamlayıram. Nəhayət ki, bugün az da olsa əşyaları yerləşdirə bildim. Əvvəlcə qutuları çıxartdım ki, görüm nəyim var, nəyim yox. Çünki artıq demək olar ki, hər şeyin yerini unutmuşdum. Öncədən qutuları markalarına görə ayırırdım. İndi isə istifadə qaydasına görə ayırmağa fikirləşdim. Məsələn, necə edəcəm bunu? Bir-bir hamısını istifadəsinə görə böləcəm. Otağa baxanda ürəyim sıxılır, ancaq nə etmək olar? Bunları mən etməsəm heç kəs etməyəcək. Ona görə də başlayıram. Burada artıq bir məhsul dağılıb və bütün qutu yağ olub, bir yağım məhv olub. Ona görə onu təmizləyirəm. Bu qutuya ancaq bazə və primerları yerləşdirirəm ki, rahat tapa bilim daha sonra. Bilməyənlər üçün mən beauty blogerəm və bir çox məhsulları alıb, sınayıb, kontent çəkirəm. Ona görə də hər məhsulun bir çox növü məndə var və bunları sevərək istifadə edirəm. Lazımsız heç bir məhsulum yoxdur. Burada isə dodaq boyalarını artıq bir qutuya yerləşdirdim. Daha sonra gündəlik istifadə etdiyim masanın üzərindəki dodaq boyası orqanayzerinə yerləşdirəcəm. Digər kamera isə YouTube üçün çəkir. Bunun uzun versiyasını YouTube'da baxa biləcəksiniz. Fırça və dodaq qələmlərini də ayrıca bir qutuya yerləşdirirəm ki, daha sonra gündəlik istifadə etdiklərimi ayıra bilim. Belə tək-tək qutulara qoyduqda, şəffaf qutuya yerləşdirdikdə tapmaq mənim üçün daha rahat olur. Burada isə tanalı kremlər var. Vaxtı bitənlər, quruyanlar atıldı, yenilər bu qutuya əlavə edildi və bəziləri artıq hazırdır deyə şkafa yerləşdirməyə başlayıram. Səliqəli qalsınlar deyə hər biri şəffaf qutulara yerləşdirildi. Daha az istifadə etdiyim, daha sonra kontent çəkəcəyim açılmamış məhsulları ən yuxarı hissəyə əlavə edirəm ki, gözümün qabağında olsun ki, vaxtında kontentlərini çəkə bilim. Burada artıq bir çox məhsulu yerinə yığmışam. Burada video fokusdan itib, məni qınamayın, çünki eyni vaxtda YouTube üçün vlog çəkirdim deyə buna baxmamışdım. Burada üz yuma gelləri və hidrofil yağları ayrı-ayrı qutulara yerləşdirdim. Burada isə daha yeni məhsullar var. Onları istifadə etdikcə bölüşəcəm. Keçirəm bu şkafa. Orqanayzerlər hədsiz çox alıram. Çünki onlara məhsulları yerləşdirmək rahat olur. Bu böyük hündür orqanayzerə məhz sprey olan məhsulları yerləşdirirəm burada. Nə qədər gözümün qabağında olsalar, o qədər daha çox yadıma düşəcəklər deyə düşünürəm. Bunlar isə masa içi üçün olan orqanayzerlərdə, bunları da sevərək istifadə edirəm. Burada müvəqqəti qalacağımıza görə əşyaları maksimum səliqəli və qutularda saxlamalıyam ki, aparmaq mənim üçün daha rahat olsun. Burada isə hələ açılmamış, çəkilməsini gözləyən məhsullar var. İnşallah növbəti günlərdə onların hər birinə kontent çəkəcəm və paylaşacağam. Hələlik bu qədər. 3-cü bölümdə isə yeni gələn qutulara baxarıq.